Anesteziya zamanı beyin tam dayanmır. Ümumi anesteziya zamanı insanın şüuru və ağrı hissi tamamilə söndürülsə də beyin fəaliyyətinin bütünlükdə dayanmadığı məlum olub. Mütəxəssislərin bildirdiyinə görə aparılan funksional maqnit rezonans tomoqrafiyası və elektroensefalografiya tədqiqatları göstərib ki, anesteziya altında olan şəxslərdə səs dalğaları eşitmə korteksinə qədər çatır və beyin bu məlumatları müəyyən səviyyədə emal etməyə davam edir. British Journal of Anesthesia'da dərc edilən araşdırmalar göstərib ki, xəstə dərin yuxuya bənzər vəziyyətdə olsa belə, eşitmə sistemi ətraf mühitdəki səsləri və danışılan sözləri neyron səviyyəsində qeydə ala bilir. Bununla belə bu məlumatların əksəriyyəti sonradan şüurlu şəkildə xatırlanmır. Mütəxəssislər qeyd edib ki, çox nadir hallarda anesteziya altında fərqindəlik adlanan hal baş verir. Bu zaman xəstə əməliyyat zamanı eşitdiyi bəzi səsləri və ya söhbətləri sonradan qismən xatırlaya bilir. Alimlər hesab edir ki, bu tapıntılar anesteziyanın beyin üzərindəki təsirlərini daha yaxşı anlamağa və əməliyyat təhlükəsizliyini artırmağa kömək edir.